Ben Şarikov Baloğlan Hüseyoğlu. Laçın rayonunun Alxastı kəndindən Ağcabədi qış yatağında, Taxta Körpü qış yatağında yaşamışam. Evim də bərbad vəziyyətdə olubdur, çalışdı olub, çiğ pəsdən olubdur, çiğ kərpişdən olubdur. Mən Qaşqınkova müraciət elədim ki, Xocalı rayonunun Badara kəndinə mənə də qeydiyyata salın, gedim orada yaşayayım. Neçə ildir mən özüm də zəhmətkeş adam olmuşam. İndiyətən zəhmətlə dolanmışam. Mənim 10 qəpik gəlirim olmayıb bir tərəfdən ya hökumət tərəfdən. Mən hökumətdən yenə heç zad istəmirəm. Allah prezidentimizin canını sağ eləsin ki, belə şərait yaradıb bizə. Amma yerli nümayəndələr yaratmır. Prezidentimizə çox vaxt yalan danışılır. Mənim qeydiyyat olandan sonra may ayının 29-unda iyul ayının Mayın 29-unda maşın xəbər verdilər ki, maşın gəlir hazırdır. Gözlədim. 26-sında maşın gəldi. Məni axşam gəldi maşın gecə yığdım kökümü. Gəldim Xocalı rayonunun Badara kəndinə. Gəldim, yağış başladı. Səhər də tezdəndən yağış başladı. Mitilim, dadım, hamısı toyuğun cücən batdı. 100 dənə toyuq cücədən 40'ı qalıb. Şimdi onun da gəldim, baxdım, evə girdim ki, evdə suyun içində, palmalın dalına kimi, yarısına kimi suyun içində. Torpaqdır, torpaqdan da su keçirir. Heç bir kolay başdan getdi, ramot gelir. Onu da nə qədər gələn gündə, səhərci də tərpəndim, getdim Xan kəndinə. Xan kəndinə getdim, orada getdim 4-5 dənə nümayəndənin yanına girdim. O onun yanına göndərdi, bu bunun yanına göndərdi. Getdim, hamısı dedi ki, mümkün deyil, git bir təhər yaşa. Bir təhər mən gəlmişəm buraya yaşamağa, yoxsa ölməyə. Mənim gündə 2 müşük, 3 müşük yolun qıraqlarından, qapılardan, onunla xahiş edib, ot əlimlə yol gətirib tökürəm, toyuq düzəməm. Bax, vura bilərsiniz, bunlar mənim getdiyim yoxsa. Hamısını tökürəm, toyuq düzəyə. Bax, bu vəziyyətə olanlar, indi bunu sabah günü su gəlsə nətər olacaq ki? Yağışı var, qışı var, qarı var. 2 nəyin qonşumun malın içine qoşmuşam, ana bala. O da gündə çağırır, ondan sonra ayı cəmaatın heyvanı 4-5'ini yeyir. İndi mənə də çağırır ki, gəl heyvan qapar, yer yoxdur gətirəm. Nə pəyəm var, nə toyuğum hini var. Xahiş edirəm prezidentdən ki, mənim bu sözlərimi nəzərə alaraq çox xahiş edirəm, Qaşqınkovdan xahiş edirəm. Bana köməkdarlıq eləsinlər. Ya ev versinlər, ayrı məhləli evlər var, atqaz olmuş evlər var, onları nəql eləm vermirlər ki, gedəm yaşayam. Yox, əgər mümkün deyilsə, mənim maşın versinlər, mənim gətirən maşını versinlər, kağız versinlər ki, mən kökümü yığım, qayıdım həmən öz kəndimə, öz cəmatım içinə, kəndimi gözləyim. Ki, ha vaxt deyərlər, onda da gedərəm. Mən burada yaşayamıyorum.